Ailəmizin televiziyası Xəzər televiziyasında yenə də sizləri salamlayıram. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. 53-53 Azərseldən hədiyyəli balans simullaşdırıcı lotereyası Azərsel abunəçilərini sevindirməyə davam edir. Çox hörmətli tamaşaçılar, balansını ən azı 1 manat artırmış hər bir simsim abunəçisi 53-53-ə qısa nömrəsinə tamamilə pulsuz SMS göndərib, bu həftə 10.000 manatın yox, 25.000 manatın sahibi ola bilər. Bugün 7 şanslı qalib ikinci tirajda iştirak etmək üçün studiyamıza dəvətlidirlər. Onları mən dəvət edəcəm sizin gürültülü alqışlarınızla. 53-53-ə boş SMS göndərin. SMS pulsuzdur, bunu da bərbaşdan söyləyeyim. Hər gün 1000 manatın, hər həftə 10.000 manatın, hər ay isə 25.000 manatın təbii ki, qalibi siz ola bilərsiniz. Elə veriliş gedə-gedə hal-hazırda siz boş SMS göndərin 53-53-ə. Qaliblərimizi gözləyirəm. 7 iştirakçı, yəni həftənin qalibləri, hər günün ayrı qalibi, özəl qalibləri var burada. 7 nəfər bugün studiyamıza çox sevincli anlarla təşrif buyururlar. Axşamınız xeyir olsun dostlar. Bilirəm, sevincinizin həddi-hüdudu yoxdur və yenə də bəyan edirəm, veriliş gedə-gedə hər bir Azərsel abunəçisi boş SMS göndərsin 53-53-ə və biz də qaliblərimizlə yaxından tanış olağım. İlk həftənin qalibi sizsiniz. Tanış olaq, adınız nədir? Rəhimli Xası, Ağdaş. Rəhimli? Rəhimli Xası. Xası. Xası hardan gəlirsiniz? Ağdaşdan. Ağdaşdan. Buradan Ağdaşa da bir salamlar çatdırırıq. İnşallah 10.000'i qazansaz, yaxşı olacaq. 1000 manat da qazansaz böyük bir şeydir. Çünki burada 7'niz də qalibsiniz. Ən azı 1000 manatla evə dönəcəksiniz. Özünüz göndərdiniz? Xeyr, qardaşım. Qardaşınız göndərdi. Və siz özünüz haradaydınız? Qardaşınız haradan eşitdi, yaxşı belə deyək? Bəli. Qardaşınız haradan eşitdi, belə bir şey var? Belə bir SMS gəldi telefonla. Keçən həftə veriliş efirə gedəndə dostlar, tanışlar, hörmətli tamaşaçılar mənə şəxsən öz mobil telefonuma zəng salırlar, söyləyirlər, Zaur, sənin verişində 5-5-də belə bir lotereyaya başlanılıb. Bu doğrudurmu? Bu necədir? Yol deyirəm ki, 53-53-ə. Əgər balansında ən azı 1 manat kontur varsa, bu artıq belə deyək, lotereyada siz də iştirak edə bilərsiniz. 53-53-ə pulsuz SMS göndərəcəksiniz və beləliklə bu oyunda siz də iştirak etmiş olacaqsınız. Hər bir kəsə uğurlar arzu edirəm və yenə də deyirəm 53-53-ə siz pulsuz SMS göndərin. Buyurun, ikinci iştirakçımızla tanış olaq. Adınız nədir? Adım Ramikdir, Ağcabəd rayonundan gəlmişəm. Ramik, Ağcabəddən Bəli. gəlmişsiniz. Bugün gəldiniz yoxsa? Bəli. Sevinə-sevinə gəlmişsiniz ki, sevindirici halda əlbəttə. gedəndə bu 10.000'i siz götürüb aparacaqsınız. İnşallah. Allah hamıya qismət eləsin. Yəni, çox gözəl oyundur. Bunu yaratdığına görə təşəkkürümü bildirəm Azərsel. İndiyə nə qədər bəxtiniz biləm gətirib, yoxsa necə? Bəxti gətirənlərdənsiniz? Xeyr, Azər. İnşallah bugün bəxti gətirənlərdən olarsınız. Sizinlə tanış olaq. Mən Şirvan şəhərindən gəlmişəm. Buradan da Şirvan şəhərinə, ümumiyyətlə hansı bölgədən gəlmişsə, onlara bir salam çatdıraq. Şirvan şəhərinə də buradan Axşamlar xeyir salamlar olsun. yollayıram dostlara, baxanlara bizə. Və Azərsel işçilərinə də təşəkkürümü bildirirəm bu oyunu keçirdiklərinə görə. Çox gözəl, boş SMS ilə ən az 1000 manat qazanmaq olar. Sizin özünüz göndərmişsiniz yoxsa? Özüm göndərmişəm, bəli. Hardan eşitdiniz belə bir şey var? Telefonuma SMS gəlmişdi, Aha, mən də göndərdim, qalib oldum. qalib oldunuz. Siz 3-cü günün Üçüncü günün qalibi, bəli. qalibisiz. Təbrik edirəm. Sağ Yəni olun. artıq burada qalib olduğunuza görə, amma Sağ olun, hələ sağ ki olun. o birisi proseslər biraz sonra başlayacaq. Sizinlə tanış olaq müəllim. Fuad Əhmədov Masallı. Masaldan gəlmişsiniz. Sizin özünüz göndərmişsiniz? Bəli, hər gün gəlirdi. SMS gəlirdi hər gün. Birinci deyirdim boş şeydi. Sonra göndərdim, gördüm tam pulsuz. Sonra da zəng elədi xanım, dedi ki, Artıq həftənin qalibisiniz. 4-cü günün qalibisiz. Bravo, təbrik edirəm. Müəllim, sizlə tanış olaq. Salam bəyəcəm. Aleyküm salam. Bakı şəhərində Xətər rayonu Əhmədli tərəfdən gəlmişəm. Qardaşım SMS yollayıb, mən özüm rayonda olmuşam. Sonra gəlindən sonra gəldim bura, sağ olsun Azərsə. Hamısını təşəkkürümüzü bildiririk bu şeyə görə. İnşallah 10.000'i udanda 5.000'i bəlkə qardaşın istədi, verəcəksən. Çünki o əziyyət çəkib göndərib. Qurban da ona səbəb. 5 sənin olar, 5 də onun. Problemdir. Elə 1000 də olsa, yəni 500'ü onun olar, 500 səndən. Problem. Sadəcə elə belə deyirəm də, onu artıq özünüz fikirləşərsiniz. Qardaş, sizlə tanış olaq. Məmmədov Ruslan. Mən bu xanım iştirakçımız Naxçıvan şəhərində yaşadığına görə
Gəlib burada iştirak eləmədiyinə görə mən bir siz nümayəndə kimi nümayəndəsiz. əvəzindən onun yerinə bu gün iştirak edəcəm burada. İnşallah o Əhmədova da Elnara 10 min manatı Məmməd udar. qızı, ha? Şərurdandır özü də. Qoy bir dənə zəng çalaq həmin iştirakçıya. Alo, Elnara xanım, axşamınız xeyir olsun. axşamınız xeyir. Xəzər televiziyasından 5-də 5-in aparıcısı Zaur Kamaldır sizlə danışan. Bildim, xoş gördük. Necəsiz, nə var, nə yox? Çox sağ olun. Siz necəsiniz? Sevincək deyil sizi. Necə? Sevincək deyilsiz. Sevincək deyirlər? Aha. Yox, sevincəyəm. Prosta biraz həyəcanlıyam. Ha, həyəcanlısınız. Biz sizi burada gözləyirdik. Sizi burada istədik ki, sizinlə bir tanış olaq. Siz Şərurda yaşayırsınız da? Bəli, Şərurda yaşayıram. Mən işdəyəm, ona görə gələ bilməm. Harada işləyirsiniz? Onlar Məktəbdə işləyirəm. Müəllimə. Şərurayanda. Müəllimə işləyirəm. nə üzrə? Tarix. Tarix müəlliməsi. Çox gözəl. Bir şey soruşum sizdən. Bax, burada artıq bizim 7 iştirakçımız var. Hər həftənin ayrı-ayrı, belə deyək, iştirakçısı. Hər günün bir qalibidir. Siz də 6-cı günün qalibisiniz, Elnara xanım. Aha. Sizdə burada bir nümayəndə var. Qardaş adınız necədir? Necə? Məmməd Ruslan. Ruslandır. İndi burada 7 şarı biz görürsünüz burada. Bax, bilmirəm, mən çıxardım, yoxsa Ruslana etibar edirsiniz? Sizin bəxtinizi necə yoxlayaq? Bilmirəm, qismətimdə varsa hansı eləsəz fərqi yoxdur. Yəni, kimə Ruslana həvalə edirsiniz, yoxsa aparıcı mənə? Sizə həvalə edirəm. Yaxşı, sizin yerinizə şarı mən çıxardacağım. İndi baxın, sona qədər gözləyin. Sizlə bir neçə dəqiqədən sonra bir də əlaqə saxlayacağam. Və həmin anı, sizin yəni o dediyiniz an gəlib yaxınlaşanda Ruslan yox, mən sizin yerinizə şarı çıxardacağım. Burada yəni ağ çıxsa siz 1000 manatı qazanacaqsınız. Əgər bu yaşıl çıxsa isə 10.000 manatı qazanacaqsınız. Siz yenə görməyəcəksiniz, amma mən sizə telefon vasitəsilə bütün bunların hamısını deyib başa salacağım. İnşallah şad xəbər verər. İnşallah şad xəbər olacaq. Çox sağ olun. Xanım mənə etibar etdi. Sonuncu qaliblə tanış olaraq Bağırlı Rəhim, İsmail rayonu. İsmaildən gəlmişsiniz. Oradan artıq gəlmişsiniz. Bəli, oradan gəlmişəm. Zəng gəldi mənə. Azərseldən 1000 manat pul udmuş dedilər. 53-53 SMS göndərmişdim mən də. Mütəmadi olaraq göndərirdim və inanırdım Azərselə. Göndərirdim və mənə zəng elədilər, təbrik elədilər və dedilər 7-ci gün qalibisiz. Sizi dəvət edirik studiyaya. Bu qədər. Aydındır. Hər günün qalibini efir vasitəsilə elə mən öz adımdan təbrik edirəm və əsas məsələyə keçid edək. Burada gördüyünüz kimi şarlar var. Bax, sizə də göstərirəm. Bunu çıxartsaz, yaşılı 10.000 qazanacaqsınız. Yox, əgər ağı çıxartsaz 1000 manatı qazanacaqsınız. Əsas fikriniz onda olsun. Hər birinizə uğurlar arzu edirəm. Məsələ hər bir kəsə bəlli oldu. Bir gürültülü alqış edək. Və ekran qarşısında olan tamaşaçılarımız da siz də diqqətli olun. Və yenə də bəyan edirəm ki, 53-53-ə boş SMS göndərməklə siz də bu cürə həftənin qalibi ola bilərsiniz. Kimdən başlayaq? Elə günün ilk qalibindən başlayaq. Gəl qardaş. Günün ilk qalibindən başlayaq. Göstər. Aça bilmirsən qardaş. Özün baxmayacaqsan. Bağla. Keç yervə. İkinci günün qalibi gəlsin. Cibvə qoydu. Gizlətmə qardaş. Göstər. Ay sağ o cürə. Mən görüm təkcə. Aç görüm. Keç yer. Bağla keç yervə qardaş. Üçüncü günün qalibi gəlsin. Aç ki, baxma qardaş. Aha. Siz də keçin yerinizə. Gəl biraz. Bəlkə sizin bəxtinizə yaşıl çıxdı. Aha. Qardaş, siz də gəlin. Buyurun. Baxma qardaş. Aha. Elə oradan aç. Aha. 6-cı günün qalibi. Buyur qardaş. Hə, xanım bu cürə söylədi ki, adı Ramin idi. Ruslan. Ruslan dedi ki, Zaur çıxartsın. Mən göstərim. Ramin də göstərsin, yaxşı.
Gözlə bir... Hə, yaxşı. Keç yervə. Buyur, qardaş, sən də gəl. Mənə göstər. Aha, keç yervə. İndi hamının ürəyi dup edir, ha? Görək 10.000 manat kimdədir? Hər birinizə uğurlar arzu edirəm. Bir yenə də gürültülü alqış edək. Naxçıvanla bir də əlaqə saxlayaq, ha? Görək xanım hardadır hal-hazırda? Alo. Elnara xanım, bir də sizi narahat edirəm. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Qardaş, aç, ürəyim məndə üzüldü. Biraz tez elə. Amma niyə təəssüf? 1000 manat qazandınız. Elnara xanım, 10.000'i yox, 1000'i qazandınız. Təbrik edirik. Çox sağ olun. Amma çox da sevinmədiniz. 10.000 olsa daha çox sevinərdiniz, ha? Hə, mən 10.000'ə ümid eləmişdim ona. Amma yenə təbrik edirəm. 1000 manatı heç belə deyək qazanmaq da asan deyil, amma siz qazandınız. Sizə uğurlar arzu edirəm. Yenə də 53'ə SMS göndərə bilərsiniz. Hörmətli tamaşaçılar, Elnara xanımın artıq bəxtini yoxladıq, onun bəxtinə ağ çıxdı. Bu deməkdir ki, 1000 manatın qalibi Elnara xanım oldu. Qaldı 6 iştirakçısı. 6 iştirakçı yenə də həyəcanlı o anı gözləyir ki, yaşıl ondan çıxsın və alqışlar edək. Hamı bir ədi bir yerdə xahiş edərdik şarlarını açsın. Gürültülü alqışlar olsun. Ağ. Sizdə də ağ. Sizdə də ağ. Deməli, burada 7 nəfərin 7'si də 1000 manatı qazandı. 1000 manatla evlərinə dönəcəklər və onları təbrik edirik ayrılıqda hər birinizi və hamının diqqəti buradadır. Tamaşaçılarımız da gözləyirlər ki, yaşıl niyə çıxmadı, yaşıl hardadır, bu ağdır. Yaşıl buradaydı dostlar, bəxtinizə çıxmadı. Yəni 10.000'i qazana bilmədiniz. Hə, dostlar, 10.000 buradaydı, amma çox təəssüf ki, siz qazana bilmədiniz və o an gəlib çatır ki, siz də pulunuzu gözləyirsiniz da, qardaş. İndi sizə təqdim edək. Qardaş, təbrik edirəm. Xeyir işlərə istifadə edəsiniz. Bu isə nə mənə çatır, nə sənə, qardaş. Bu, Şərurda yaşayan Elnara xanıma çatır. Elnara xanım, nümayəndənizə təqdim edirik. Sizə təbrik edirik. Təbriklər, qardaş. Təbriklər. Təbrik edirik. Bu da sizindir. Bütün iştirakçılarımızı bax bu cürə təbrik etdik və elə efir gedə-gedə bəyan etmək istərdim ki, hörmətli tamaşaçılar, 53-53'ə tam pulsuz SMS göndərirsiniz, növbəti tirajın qalibi siz ola bilərsiniz.